Tam istədiyim kimi deyə buna baxın. Bəli, ikinci hissəyə xoş gəlmisiniz. The Pure Solution-dan belə bir UV işığına qarşı olan bir 50+ SPF nemləndirici protection kremdir. Quru və yağlı dərilər üçün uyğun bir məhsuldur. Bunu da birlikdə yoxlayarıq. Mən hal-hazırda The Pure Solution-ın SPF 30-unu istifadə edirəm. Çox yaxşıdır, amma mənim dərim çox quru olduğuna görə yaxşı nəmləndirmir. Deməli Golden Rose-dan Sheer Bright lipstick göndəriblər. 104 nude latte rəngi, baxın. Belə bir pomada göndəriblər. Rənginə birlikdə baxaq. O, rəngi çox qəşəngdir. Gəlin yoxlayaq, görək necə bir pomadadır, necə görünəcək. Əvvəlcə dodaqlarımı pudralayacağam ki, rəng dodağımda tam otursun. Golden Rose çəkəcəyimiz üçün Golden Rose-dan Dream Lips Lip Liner-ını götürmüşəm. 518 rəngini bundan konturlayacağım. Bu arada mən sıfır makyajla gəlmişəm, amma bura düşünməyin ki, üzümdə nəsə var, heç nə yoxdur. Təmiz xüsusi dərimlə gəlmişəm. İlk baxışdan onu deyim ki, qəti sürətdə quru bir pomada deyil, çox belə yumuşaq. Qəti sürətdə bir-birinə yapışmır dodaqlarınız. Saçınız buradaydı, anında götürə bilirsiniz, saçınızda yapışmır, çox qəşəng. Rəngi də. Sizcə rəngi necədir? Mən bəyəndim. Mənə Şu markasından, bu markanı ilk dəfə də eşidirəm bu arada. Yəni həqiqətən eşitməmişəm. Nə qədər Olivia'da getmişəm, yenə görməmişəm. Şu markası var. Deməli Bombastic adında Face Contour Stick-i göndəriblər və inanın ki, qutunu açanda ilk bunu gördüm, bu markanı bilmirdim də. Bunun bir dənə rənginə baxın. Siz bilirsiniz ki, məni izləyirsinizsə YouTube-dan, bilirsiniz ki, soyuq kontur axtarıram. Neçə vaxtdır soyuq bronzer və soyuq kontur axtarıram və bunların mənə göndərdiyi rəngə baxın, xahiş edirəm. Soyuq. İndi bunu əlimin üstündə sizə göstərmək istəyirəm. Baxın. Tam istədiyim kimi deyə. Tam istədiyim kimi deyə buna baxın. Krem formasındadır. Rəngi çox mən istədiyim kimidir. Bununla mütləq makyaj eləməliyik və mən bu marka haqqında oxumalıyam. Görün bu marka nə markasıdır. Yəni çox bəyəndim. Üzdə necə qalacaq bunu amma birlikdə yoxlamalıyıq. Təbii ki, ilk baxışdan əladır, amma üzdə necə qalacaq bunu bilə bilmərik. Ona görə də 24 saat üzümüzdə qalmalıdır. Bunu da birlikdə yoxlayacağıq. Bitdimi? Təbii ki, bitməz. Daha sonra Clara Hygienics markasının belə bir saç maskasını veriblər. Daha üzərində yazılıb ki, daha sağlıqlı, daha həcmli saçlar üçün. Yəni mən bu markanın heç bir saç məhsulunu istifadə eləməmişəm. Bunu da birlikdə istifadə edib yoxlayarıq. İynə baxmaq istəyirəm.